Salam əziz və dəyərli tələbələr. Bildiyimiz kimi magistr imtahanına artıq sayılı günlər qalmışdı və hər birinizin həyəcanını artıq biz başa düşürük. Ona görə də bugün mən Rəvan müəllimdən istədim ki, sizi maraqlandıran və bizə ən çox verilən suallardan bəzilərini cavablandıraq. Rəvan müəllimə bir salamlasın uşaqları. Salam uşaqlar. Deməli bu dərs müddətində bəlkə də bir ay əvvəldən, yəni bu qədər həyəcan keçirtmirdi uşaqlar. Artıq bir neçə gün sonra, yəni bu imtahan baş verəcək, uşaqlar imtahana girəcək. Bunun artıq fərqinə varıblar deyə. Artıq və hələ indi son bir həftə qalmış mənim istəyirlər. Plan mövzu necə falan. Yəni uşaqlar indi daha çox həyəcan keçirdilər. Və uşaqların bəli, Ateş müəllim dediyi kimi bizə verdiyiniz bir çox sualları qeyd eləmişik. Çalışırıq ki, o sualları bu günlər sizin üçün cavablandıraq, məlumat verək o suallar haqqında. Ateş müəllim, məncə elə uşaqların suallarına giriş edək. Uşaqların deməli daha çox soruşduğu suallardan biri budur ki, müəllim görən imtahan bu il necə olacaq, əvvəlki illərə nəzərən çətinlik səviyyəsi necə olacaq? Bəli, yəni bunu əslində bizə çox verirlər ki, müəllim imtahan asan olacaq, çətin olacaq. Yəni mən bunu bir dənə cavablandırım uşaqlar. Yəni əslində imtahan çətin olmayacaq. Yəni birinci beyninizdə bunu saxlayın ki, imtahan səviyyəsi heç də elə də bir ağır olmayacaq. Yəni orta səviyyəli bir imtahan olacaq və burada uşaqlar, yəni imtahan çətin olacaq deyəndə orada 3 fənnin üçü də heç çətin olmur. Yəni orada ola bilər biraz hansısa fənnin üzərinə biraz ağırlıq düşə bilər, amma digər fənnin asan olması əslində onu tarazlaşdırır. Məsələn, məntiqdə biraz ağırlıq ola bilər. Məntiq ağır olan illərdə bizdə informatika rahat olub və yaxud da ingilis rahat olub. Elə ilimiz olub ki, bizdə ingilis dili çətin olubdu, məntiq rahat olubdu. Yəni ona görə də hansısa bir fən biraz çətin ola bilər. Yəni 3 fənnin üçü də çətin olsun, yox, bu elə bir hal olmayacaq bu ildə, siz buna əmin ola bilərsiniz və hətta mən düşünürəm ki, məntiq bu il əvvəlki illərdən biraz da rahat olacaq, sadə olacaq, yəni ona görə də ürəyinizi buz kimi saxlaya bilərsiniz. Məncə də müəllim, çünki bunu biraz da xüsusiləşdirsək, təkcə məntiqdən giriş eləsək, yəni imtahan nə qədər çətin olur olsun, Ateş müəllim, məncə yəni belə ki, 30 ətrafında yazılan tip sual həmişə olur. Ha, o heç, yəni bəli, müəllim, yəni o bir yəni heç nə bilim test falan işləmir, belə dərsə gəlib gedən bir uşaq 30 ətrafında onsuz da yazır. Yəni orada əsas yəni belə deyək, yəni indi məntiq adına danışırıqsa, məntiqdə çətin olması biraz orada vaxt aparıcı 1-2 dənə sualın olması, bir də uşaq üçün yeni 1-2 dənə tip sualın olması olur. O da kimlərə problem yaradır? 48, 49, 50 yazmaq istəyən uşaqlar üçün biraz problem olur. Amma nə bilim orta yazacaq bir uşaq üçün məntiqin asan və yaxud da çətin olması heç bir fərq eləməyəcək. Yəni onlar yenə də o istədikləri bir nəticəni orada toplaya biləcəklər. O mövzularda əsasən mətn məntiq təhlili, bir də məsələ. Bəli, ola bilər ki, vaxtların uşaqlarına aparsın da orada biraz daha çoxdur. Eləcə müəllim, uşaqların suallarından biri də bu olur ki, müəllim, imtahanda əsasən hansı mövzulara üstünlük verilir? Hə, elə bu mövzular haqqında buna da biz biraz toxunaq. Yəni uşaqlar əsasən yəni məntiqdən ən çox hansı yəni mövzuya müəllim baxım, yəni hansını eləyim. Əslində yəni mən birinci indi onu uşaqlara deyirəm. Son günlər bunu mənə uşaqlar da soruşur. Mən deyim hansı mövzuya baxım. Artıq biraz məntiqdən da indi mövzu yox, ümumi test işləmək daha yaxşıdır. Yəni qəbul testləri falan işləsələr əslində daha yaxşıdır. Yəni gedib hansısa sırf bir mövzuya odaqlanıb bir mövzunu işləyim yox. Yəni son günlər ümumi testlərə baxsalar, yəni qəbul testlərinə, sınaqlara baxsalar, nə bilim 50 dənəli bir quiz işləsələr, baza testlər işləsələr, bu onlar üçün daha effektiv olar. Amma ümumən hansı sual belə mövzulara üstünlük verilir, yəni o haqqda biraz deyim. Orada ən çox sual mətnin məntiqi təhlilindən düşür. 6 dənə sual düşəcək orada. Yəni onun düzdür bir bloku da riyazi hissədən olur. Riyazini ora qatmasaq biz 6 dənə sual oradan düşür. Kublar mövzusuna baxın. Yəni düzdür uşaqlar pozandan da istifadə edə bilərsiniz artıq. Yəni kublardan bir 2 sual, 3 sual düşür. Kəsiklər mövzusundan düşür. Yəni bu mövzulara baxsanız, amma yenə deyirəm sırf durub da bir mövzu üzərində işləməkdəndirsə, ümumi bir 50 dənəli test işləsə sizin üçün daha effektiv olar. Qarışıq suallar. Bəli, yəni orada yəni çünki orada yəni demək, yəni ən azından bir 2-3 mövzudan daha rahat xəbər olur. Amma sırf bir mövzu üzərində işləmək gecikdir. Çünki bizim yəni deyirik sayılı günlərimiz qaldı. Sayılı günlər deyərkən müəllim bizim ikinci cəhd imtahanımız da olacaq. Yəni bu illərdə artıq may ayında reallaşır. Uşaqların suallarından da biri odur ki, müəllim ikinci cəhd çətin olur yoxsa birinci cəhd? Və hətta belə deyək də bu son illərin ikinci cəhd imtahanı uşaqların beynində belə bir təsəvvür yaradıb ki, ikinci cəhd həmişə çətin olur. Bu haqqda nə deyə bilərik? Əslində biraz belə bir halla rastlaşmışıq əslində. Son illərdə biraz cüzi olaraq məntiqdə ikinci cəhd biraz birinci cəhddən ağır olubdu. Bu yəni ağır olub deyəndə orada içində 2-3 dənə yeni tip sual düşübdü. Amma yəni mən həmişə yəni biz bunu müşahidə eləmişik ki, uşaqlar ikinci cəhddə birinci cəhddən ballarını artırırlar. Yəni imtahan səviyyəsi nə qədər ağır olmasına baxmayaraq uşaqlar ikinci cəhddə həmişə ballarını artırırlar. Ən ağır olan imtahanlarda, yəni elə dövrlər olub ki, orada bəli ikinci cəhd çətin olubdu. Əslində o bir səbəbi də nədir müəllim? Yəni onu da mən deyim. Yəni birinci cəhd imtahanında uşaqlar biraz tam hazırlaşa bilmir, hazır ola bilmirlər. Həm orada psixoloji olaraq özlərini hazırlaya bilmirlər, həm də elə mövzu olaraq da özlərini hazırlaya bilmirlər. Bunun ən böyük başlıca
da səbəblərindən biri semestr imtahanlarının, yəni bu ikinci gəlib cəhdindən biraz üst-üstə düşməsidir. Yəni uşaqlar yanvar ayında o qədər də yaxşı hazırlaşa bilmirlər. Səbəb bundan semestr imtahanıdır. Amma yəni nə olur olsun bir uşaq ikinci cəhdə balını artırır. Yəni normal hazırlaşan bir uşaq ikinci cəhdə balını artırır. Lap ən çətin imtahanda da olsa. Amma belə asan imtahanlarda bu bal 10 bal, 15 bal, 20 bal hətta artıra bilirlər. Ona görə də nə olur olsun bir uşaq mütləq ikinci cəhd imtahanında iştirak etməlidir. Mən hətta həmişə onu da demişəm. Yəni bəzən uşaqlar birinci cəhddə də bunun tərəddüd yaşadılar ki, bəzi uşaqlar nə bilim müəllim biz semestrdən üst-üstə düşdü, yaxşı hazırlaşmamışıq, bəlkə birinci cəhd imtahanına girmək. Mən onlara məsləhət gördüm ki, birinci cəhd imtahanına girsinlər. Yəni lap birinci cəhd imtahanı bir sınaq olaraq girib təcrübə, yəni bəli, orada təcrübə yığmalıdırlar, təcrübə formalaşdırmalıdırlar. Eyni zamanda da ikinci cəhd imtahanı. Yəni nə olur olsun ikinci cəhd imtahanında bir uşaq iştirak etməlidir. Lap belə hazırlaşmasa da belə. Çünki ikinci cəhd imtahanı yəni çətin olacaq anlamına gəlmir. Yəni o asan da ola bilər. Asan olarsa balı qaldırasdan. Digər tərəfdən amma hazırlaşan uşaqlar isə daha rahat olur. Həm təcrübəli olurlar birinci cəhddən. Orada vaxt bölgüsüdür, suallardır. Daha yaxşı hazırlaşa bilirlər. Çünki yəni, artıq birincidə elədiyi səhvləri artıq ikincidə eləmirlər. İkincidə eləmirlər, bəli, dərsdə normal gəlirlər. Yəni, artıq orada vaxt boşdur. Və bir də yəni birinci cəhd imtahanı biraz universitet yəni uşaqlara əziyyət verir, amma ikinci cəhddə daha rahat olurlar. Yəni demək olar ki, bütün universitetlərdə dərs qurtarıb uşaqlar ən pis halda belə praktikada olurlar ki, onun da belə bir o qədər də praktikaya uşaqların maraq da göstərmir. Yəni gedir ya getmir, amma ona görə ikinci cəhddə daha rahat hazırlaşdıqları üçün yəni orada ballarını artıra bilirlər. Hə də yəni lap belə ən pis halda məntiqdən orada 1-2 dənə çətin sual olsa da uşaq ən azından informatikanı rahat öyrənə bilir. İnformatika oxuyub otururlar, rahat oxuyurlar. Yəni balların kifayət qədər oradan artıra bilirlər. Bizim müəllim kifayət qədər tələbələrimiz olub ki, məsələn bizim tələbələrimizdən biri 10 neçə bal artırdı, ikincisi oldu. Bəli, 10 neçə bal artırıb və mən yəni bir halla da rastlaşmışam indiyə qədər. Maksimal olaraq mənim yadımda qalan bizim bir tələbəmizin 20 bal artırmasıdır ikinci imtahanda. Yəni birinci imtahandan ikinci imtahana mənim yadımda qalan ən maksimal bal 20 bal artırıbdı bir tələbə. Yəni ona görə yəni ikinci cəhddə yəni demək olar uşaq hazırlaşmasa da belə ən azından imtahanın hər ikisində iştirak etməlidir. Hər bir kəs. Məncə kifayət eləyir məlumatımız. Bəli, mən sonra başqa nə suallarınız var? İkinci cəhd imtahanı haqqında məlumat verdi. Bəzən uşaqlar, bəzən deyəndə daha çox uşağın soruşduğu suallardan biri də budur ki, imtahanda biz hansı fəndən başlayaq? Hə, mənə də müəlliməsində bu suallar dərsdə çox verilir. Yəqin sizə də verilir. Məncə bu digər müəllimlərimiz də bizim, yəni uşaqlar dərsdə çox sual verir ki, hansı fəndən başlayaq? Yəni uşaqlar, yəni indi biz bir məntiq müəllimi olaraq mən siz uşaqlara heç vaxt məntiqdən başlayın, yəni demirik. Yəni burada nə olacaq? Yəni bunu bir dənə deyim. Mənim həmişə yəni uşaqlara bunu qısa olaraq bir dənə cavablandırıram həmişə uşaqlara. Nədən başlayaq? Yəni deyəndə ancaq yəni mən ilk olaraq bunu həmişə deyirəm uşaqlara ki, ən yaxşı hansı fənni bilirsinizsə birinci o fəndən başlamalısınız. Düz biz listeningə görə məcburuq birinci ingilisdən başlayacağıq. Yəni ingilis listeningi yazmalıyıq. Bu yazdınız. Yəni bundan sonra uşaqlar, yəni bu sən məcbursan, yəni bundan başlamalısan. Yəni listeningə görə listening yerində açıb məntiqi qoymayın qabağınıza uşaqlar. Yəni informatikanı qoymayın qabağınıza, listening orada oxusun, siz burada durub məntiq yazmayın. Yox, listeningə qulaq asmalısınız. Yəni bu məcburiyyətdir. Ondan sonra siz hansı fəndi yaxşı bilirsinizsə onunla başlamalısınız. Yəni lap məntiqi yaxşı bilirsinizsə birinci məntiqdən başlayın, informatikanı yaxşı bilirsinizsə indi özünüz ən azından hiss edirsiniz də özünüz ki, mən hansı fənni birindən digərinə, yəni daha biraz yaxşıdır, onu hiss edə bilirsiniz. Hansı fəndi yaxşı bilirsinizsə ondan başlayın. Yəni orada biraz ən azından ilk başlayanda suallara həvəslənmək lazımdır. Yəni bilmədiyiniz bir fənni qabağınıza qoysaz, görsən ki, sahada baxırsan 20 dəqiqə vaxtın gedib, nə bilim sən 4 dənə sual yazmısan, 5 dənə sual yazmısan. Bu biraz psixoloji olaraq sizdə digər fənlərə də təsir göstərə bilər. Ona görə ən azından yaxşı bildiyin fənni qabağına qoyursan, məsələn, tutaq ki, informatikanı yaxşı bilirsən, başla informatikadan. Ha bir 25 dəqiqə sən 20 dənə informatika yazandan sonra o ki, həvəslənirsən ki, mənim nağdı 20 balım vardı burada. Keçib biraz elə məntiqdən də bir 20-25 balda hətta məntiqdən belə toplasam, keçid balını keçirəm. Gör nə qədər yaxşıdır. Amma qoymusan qabağına yarım saat vaxtın gedib 4 dənə nə bilim bir sual yazmısansa bir fəndən, o artıq sənə yaxşı bildiyin bir fəndə də keçəndə psixoloji olaraq təsir göstərəcək. Ona görə ən yaxşı bildiyin fəni birinci başla, çünki oradan müəyyən qədər bal toplayasınız. O keçid balına yaxın bir bal toplayaq, keçid balını keçirsən o fəndən, sonra artıq qalan vaxtında o zəif bildiyin fənlərdə daha rahat olursan, yəni daha fikirli və rahat cəmləşdirə bilirsən, daha rahat toplaya bilirsən. Ona görə həmişə birinci yaxşı bildiyiniz fəndən başlayın, sonra ondan yaxşı bildiyiniz fən, zəif bildiyiniz fəndən, ən sonda isə ən zəif bildiyiniz fəndən saxlayın sona da. Bəzən müəllim olur ki, yəni uşaq tutaq ki, ingilis dilindən zəifdir. Bəli. Məsələn deyir ki, müəllim onsuz ingilisdən mən 4 dənə, 5 dənə düzüm olsun, 5 dənə, yəni keçim də, ona az vaxt sərf eləyəcəm. Bəzən olur ki, yəni o az vaxtı sərf eləmək olmur. Yəni bir uşaq ingilisdən zəifdirsə, o 5 dənə düzü yazmağa da kifayət qədər vaxtı gedir. Yox, orada bəlkə risk eləmək olmaz. Yəni bəzən olur ki, yəni o 5 dənə yazmaq üçün həqiqətən də kifayət qədər vaxtı gedir. Çünki özdə 5 olmasa bu kəsiləcək uşaq. Yəni onu nəzərə almaq lazım ki, əgər sən çox zəifsənsə, o fəndə heç olmasa yəni 5-6 dənəni sən 100% orada yazmalısan. Elə durum 3 dəqiqə yazım ki, onsuz da bu fəndi bilmirəm. Yox, yəni orada onu riskə ata bilmərik biz o fəndə. Bəzən müəllim uşaqlarda belə bir hallar da olur ki, imtahandan sonra ay müəllim mən filan sualı oturdum yazmağa, yarım saat
vaxtım getdi, amma heç düz də tapa bilmədim. Bəli. Yəni mən də uşaqlara, yəni məncə sizin fikrinizcə də belə olar ki, yəni uşaqlar birinci siz tutaq ki, məntiqdən açdınız ki, testləri işləməyə, məsləhət bilirəm ki, birinci siz birdən sona qədər daha rahat olan sualları işləyəsiniz, bildiyiniz sualları işləyəsiniz. Əgər bir suala gördünüz ki, 3 dəqiqədən çox vaxt gedirsə, yəni hələ də siz nəticə əldə edə bilməmisinizsə, o suala vaxt sərf eləməyin, axıra saxlayın. Çünki o suala vaxt sərf elədikcə vaxtın da keçdiyini uşaq hiss eləmir. Bir də ayılır ki, yəni özdə birinci məntiqdən başlayıbdı, digər fənlərdə qalıbdı, məntiqdən də bir 20 sualım qalıbdı. Tembolda ki, əgər sənə belə deyim də, daha idealı deyilsənsə 48-49 bal üçün, yəni sən birinci daha rahat olan sualları, bildiyin sualları yaz aradan çıxar, digər suallara sonradan başla. Sonra da bax və bir də yəni deyirəm, yəni mən həmişə onu uşaqlara dəstəkləyirəm ki, yəni bir uşaq 50 dənə düz yazmaya bilər, ya 50-sini də yazmaya bilər, amma 50 suala baxmayan uşağı bağışlamaq olmaz. Olmaz belə. Yəni bir uşaq imtahanda 50 sualın 50-sinə də baxmalıdır. Məntiq adına deyirəm, yəni digər fənlərə də qoşsaq, yəni 100 sualın 100-nə də sən baxmalısan. Ay müəllim, mənim vaxtım çatmadı. Mən 40 dənə suala baxıb 40-ını da düz yazdım. Yox, bu olmaz uşaqlar. Yəni bu hal yol verilməz yəni bu hala. Çünki sən orada 50 sualın 50-sinə də hökmən baxmalısan. Yəni yazarsan demirəm, yəni bilmədiyi sual da ola bilər, normaldır. Yaza da bilməzsən, səhv də yazarsan, amma sən mütləq 50 sualın 50-sinə də baxmalısan. Bəlkə sən orada baxmadığın suallar elədir ki, elə onlar nə bilim baxmadığın sualın biri 10 saniyəlik sualdır. Sən ona baxmamısan, son sual yaza bilməzsən ki. Bəlkə baxmadığın elə 5 dənə sual 1 dəqiqəlik sualdır. Elə sualın cavabını yazıblar ki, buna elə variant yazırsan. Sən bu suala baxmamısansa bu sualı hardan yazırsan? O tipdə suallarımız bəli, o yəni ona görə yəni suala bir tələbə bütün suallara mütləq baxmalıdır. İndi yaza bilərsən, yazamazsan o ayrı söhbətdir, amma sən mütləq o sualların hamısına baxmalısan. Bir də müəllim istəyirəm ki, uşaqlara həm də bu kodlaşdırmaya vaxt ayırmaqlarını da bildirək. Çünki məsələn məndə belə bir tələbə olmuşdu ki, yəni məntiqdən baxmışdı axıra qədər, kodlaşdırmaya vaxt saxlamamışdı. Özdə sonunda məntiqə baxmışdı. Yəni adam 42 dənə düz yazmışdı. Amma cavab kartına bunun köçürməyə məntiqdən cəmi 18 sual köçürməyə vaxtı olmuşdu. Onda 16-sı düz olmuşdu. Yox, onlar əslində biraz yəni o uşaqlar burada rahatçılıq tapır. Yəni biz onlara sınaqda falan mənim bəzən görsən ki, biraz çox güzəşt eləyirik. Yəni ay müəllim 2 dəqiqə vaxt və biz o uşaq verir, amma yəni imtahanda uşaqlar elə deyil. Yəni oradakı Dövlət İmtahan Mərkəzinin nəzarətçisi sizə 1 dəqiqədə olsun artıq vaxt verməyəcək. Ona görə yəni yarım saat qalmış hər bir tələbə başlamalıdır kodlaşdırmaya. Yəni yarım saatın qalıb başlayıb yoxdur. Nə qədər yazmısansa onu kodlaşdır. Sonra qalan vaxtdan axırda yəni bir də təzədən yazmadıqlarınıza baxa bilərsən. Yarım saat qalmış, hamı mütləq kodlaşdırmaya başlamalıdır və yəni belə də bir məsləhət verilmiş sizə uşaqlar. Yəni düzdür, bəlkə də çoxunuz bunu bilmirsiniz, mən deyirəm də. İmtahanda siz karandaşla da kodlaşdırmadan istifadə edə bilərsiniz. Yəni bu əslində yaxşı bir haldır. Yəni bunu eləyin, qorxmayın. Ay müəllim cavabım oxunmaz. Yəni belə bir hal yoxdur. Əvvəlki illərdə bizim tələbələr karandaşla da kodlaşdırıbdı, cavabların hamısı tam oxunur. Karandaşla kodlaşdırmanın yaxşı bir xüsusiyyəti nədir ki, əgər orada kodlaşdırma səhv eləsə siz onu poza bilirsiniz. Yəni karandaşın arxasında pozan da olur. Siz o pozanla onu pozub cavabınızı dəyişə bilirsiniz. Amma siz onu qələmlə kodlaşdıranda, indi ruska deyirsiniz, siz qələmlə kodlaşdırdıqda orada səhv edətdə onu da düzəltmə şansınız yoxdur və imtahanda da ağardıcı buraxılmır. Amma pozandan istifadə edə bilərsiniz. Yəni narahat olmayın. Bax yenə deyirəm, indi hamımızın beyninizdə var. Mənim birdən cavablarım oxunmaz, eləməz. Siz buraxılış vərəqəsinə də baxsaz, orada qeyd olunub ki, qələm və yaxud da ki, sadə karandaşla cavab kartını doldura bilərsiniz. Yəni ona görə siz rahatçılıqla karandaşdan da istifadə edə bilərsiniz cavab kartını dolduranda. Narahat olmayın. Son sualımız. Bəli, buyurun. Mənim yavaş-yavaş yekunlaşdıraq. Bəli, dərsimiz də var. Biz dərsdəyik. Biz dərsdəyik. Cavab atmağın yolları haqqında nə deyə bilərsiniz? Rəvan müəllim, siz də misal mənə verdiniz, Rəvan müəllim. Yəni mənə tələbələrin çox verdiyi suallardan biri budur. Yəni ay əziz tələbələr, ay uşaqlar. Əsasən üzrə Ateş müəllim qeyd edirlər ki, müəllim bəs YouTube-da filan müəllim belə bir izah paylaşmışdı. Yəni siz artıq 5 ay hazırlaşmısınız. Siz məntiq hazırlığına gəlmisiniz. Siz məntiq dərsinə gəlmisiniz. Yəni bu sualı vermisiniz, ehtimal nəzəriyyəsi keçmisiniz uşaqlar. Yəni Dövlət İmtahan Mərkəzində də oturan, yəni o sualları hazırlayanlar kifayət qədər yəni təcrübəli, savadlı, riyaziyyat müəllimləridir, məntiq müəllimləridir. Yəni uşaqlar, yəni əgər kimsə elə bir video qarşınıza çıxırsa ona baxmayın. Yəni elə bir hal yoxdur uşaqlar. Cavab atmağın yolları deyilən bir şey yoxdur uşaqlar. Yəni cavab atmağın yolları, yəni o videoya baxıb özünüzün boş-boşuna vaxtınızı aparmayın. Yəni oradan siz heç nə qazanmayasınız. Yəni elə bir şey yoxdur. Onun yerinə oturub bir dənə məntiq testi işləsəniz daha sərfəlidir. Uşaqlar, yəni bu yenə deyirəm, ehtimal olaraq bunu oturub hesablaya bilməyən şəxslər videosunu çəkir. Yəni orada A variantının çıxma ehtimalının nə qədər olduğunu soruşsaq bilməyən adamlar durub buna video çəkirlər ki, cavab atmağın yolları uşaqlar. O yol yoxdur. Yəni bəlkə də siz 49 dənə düz yazsanız məntiqdən
sizdən bir dənə sualınız qalsa, onu mən cavab atmağın yolunu orada öyrədərəm. Amma 49 dənə düz yazan uşaq qoyub bir dənəsində səhv yazsın, eybi yoxdur. Amma yenə deyirəm, bax boş-boş uşaqlar o videolara baxıb boş-boş vaxtınızı aparmayın. Yəni o videoya baxandan sonra durun özünüz qabağınıza bir dənə test qoyun. Orada deyilən kimi heç nə eləmədən elə bir atın görün neçədən düz çıxacaq. Ateş müəllim, əgər fikir vermişsə, indi bəzən mənim də qarşıma çıxır o videolara. Yəni qeyd edirlər ki, filan şey olanda deməli bu olmalıdır. Bu filan şey olanda bunun olmasını bilirsə, bəli, bunu yazar. O filan şey onsuz da bilirsə, yəni bəli, əlbəttə ki, onu bilməlidir də. Yəni biz də bunu bilirik ki, nə bilim ingilis dilində 2 inkar dalbadan gəlməz. Yəni bunu bilirsənsə fisoda yaz da, yəni. Yazar da. Yenə də amma yəni müəllim sizi inandırım ki, o videolara gələn baxış sayı, yəni normal bir dərs izahına gələn baxış sayından daha çox olur. Bəli, ona görə də biz də o dərs izahlarını mən demişəm, yəni mən onu amma TikTokda paylaşacağam mənim cavab atmağın yollarını. Uşaqlara söz vermişəm ki, TikTok açıb yəni o izahı orada paylaşacağam. Mütləq. Məncə yekunlaşdıraq kifayət qədər, amma gələcəkdə biz belə videoları daha çoxaldarıq Rəvan müəllim. Uşaqlara yəni məlumat xarakterli. Doğruları öyrənsin, əsas odur. Yəni bəzən o videolar uşaqları arxayın da eləyir ki, mən sonda cavab atmağın yolları olan videolara baxıb gəlib ataraq 5 dənə düz çıxar. Olmur, yəni bəzən olur ki, 4 dənə, 3 dənə olur, yəni bilməliyiz fəndən. Biz Ateş müəllim buradan elə uşaqlara da uğurlar arzulayaq. Bəli, əlbəttə ki, uşaqlar. Sayılı günlər qalıbdı. Heç bir həyəcanlanmağa, heç nəyə ehtiyac yoxdur. Yəni bu imtahanı bir sınaq kimi də qəbul edə bilərsiniz. Çox rahat girə bilərsiniz. Ən pis halda düşünün ki, sizin ikinci bir şansınız var əlinizdə, amma birinci imtahanda çalışıb bacardığınızın ən maksimalını etməlisiniz, ən maksimal nəticəni toplamalısınız. Ona görə rahat olun, heç nəyə həyəcanlanmayın. Hələ də qarşınızda sizin bir 4-5 gün vaxtınız vardı. Bu 4-5 gündə səmərəli dəyərləndirin. Məntiqdən testlərə baxın, informatikadan bilmədiklərinizi oxuyun, xarici dildən bəzi sözləri əzbərləyin və rahat imtahana girin. Hər birinizə uğurlar. Bəli, əziz tələbələr, mən də hər birinizə uğurlar arzulayıram. İnşallah ki, hər biriniz eləcə birinci cəhddə də məqsədinizə nail olarsınız. Olmasa da işlə ikinci cəhdiniz var. İkinci cəhddə inşallah ki, bu arzularınız reallaşar. Hər birinizə uğurlar arzulayırıq. Sağ olun. Gələcək bizim videomuz olacaq. İkinci cəhddə kimlər hazırlaşmalıdır mənim. Yəni o haqqında biz video çəkərik. Sağ olun. Uğurlar hər kəsə.